Alt çoxluq. B çoxluğunun hər bir elementi həm də A çoxluğunun elementi olarsa, yəni biz A-nın elementlərindən onu seçərək təşkil edirik. Onda B çoxluğuna A çoxluğunun alt çoxluğu deyilir. Məsələn, bir çoxluq yazaq. A çoxluğu bərabərdir. Cüt ədədlər çoxluğu yazıram, bir rəqəmli. 2, 4, 6, 8. Bunların içindən seçməliyəm. Məsələn, yazım B çoxluğu bərabərdir 2, 6, 8. İkisini də seçə bilərəm, birini də seçə bilərəm, üçünü də seçə bilərəm, fərq etməz. Neçəsini istəyirək seçsək, yəni yalnız onun içindən seçim. Yəni deyirik ki, B çoxluğunun hər bir elementi A çoxluğunun elementi olarsa, B-yə A-nın alt çoxluğu deyilir və alt çoxluq işarəmiz isə bax bu şəkildə A. Yəni elə nəzərdə tutun ki, B A-dan kiçikdir, onun içərisindən seçmişik. Kiçik işarəmizin oval forması kimi nəzərdə tutaq. Burada tək də ola bilər, 2-ni də seçə bilərik, təkcə 4-ü də seçə bilərdik. Yəni və ya özünü də seçə bilərik. Yəni hər bir çoxluq özü-özünün alt çoxluğudur. Yəni A, alt çoxluq A. Boş çoxluq hər bir çoxluğun alt çoxluğudur. Çünki heç bir elementi olmayan çoxluq idi deyə boş çoxluqda hər bir çoxluğun alt çoxluğu kimi qəbul edə bilərik və bu şəkildə də ifadə edirik. Boş çoxluq daxildir A çoxluğuna. Burada olmayan bir məlumatı da nəzərinizə çatdıraq. Məsələn, bir A çoxluğu yazaq. Onun bir 3 element yazacağam. 1, 2, 3. Gəlin bu çoxluğun bütün alt çoxluqlarını yazaq. Deməli, A çoxluğunun alt çoxluğu, məsələn 1. 1 onun alt çoxluğudur. 2, bunun alt çoxluğudur. 3, A çoxluğunun alt çoxluğudur. Sonra 2, bu bir elementli alt çoxluğudur. Sonra 1, 2, bunun alt çoxluğudur. 1, 3, bunun alt çoxluğudur. 2, 3, bunun alt çoxluğudur. Bu iki elementli alt çoxluğu hər bir çoxluğun özü-özünün alt çoxluğudur deyə özündə yazıram və bir də qeyd etdik ki, boş çoxluq hər bir çoxluğun alt çoxluğu. Baxaq görək burada neçə dənə alt çoxluğu oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8. Biz də bilirik ki, A çoxluğunun elementlərin sayı n ilə işarə edirdikdə n A bərabərdir. Neçə elementi var? 3 elementi. Bunun alt çoxluqlarının sayı isə 2 üstü n ilə hesablanır. Yəni bizim neçə elementimiz var? 3 dənə. Onda olacaq 2 üstü 3 bərabərdir 8. Bəli, biz həqiqətən də hər birini yazıb gördük ki, bunun 8 dənə alt çoxluğu var. Alt çoxluqları Euler-Venn diaqramında da göstərə bilər. Yəni indi birinci şəklə baxaq. B tamamilə A çoxluğunun daxilində yerləşir deyə, deməli B A-nın alt çoxluğudur. İkinci şəkildə baxaq. C D-nin daxilində yerləşib. Onda C alt çoxluqdur D. Y-nin özü də D-nin daxilində yerləşib. Onda yazırıq. Y alt çoxluqdur D. Amma C ilə Y kəsişiblər. Sadəcə onların müəyyən elementləri ortaqdır. Bir-birinin daxilində deyirlər deyə artıq C, Y-nin alt çoxluğu olmur. Digər bənddə isə bunlar üçü də növbəli şəkildə bir-birinin daxilində yerləşib. Ən hamısının alt çoxluğu olan F-dir. Çünki ən kiçiyi. İkinci G-dir. Üçüncü isə H-dır. Yəni bu şəkildə və ya tək-tək də yaza bilərik. F G çoxluğunun alt çoxluğudur. F H çoxluğunun alt çoxluğudur. G H-ın alt çoxluğudur. Yəni təklikdə belə də yaza bilərdik. Üçünü birgə bu şəkildə də yaza bilərik. İndi bizə 13-cü çalışmada çoxluqları hansı çoxluq digərinin alt çoxluğudur? Baxaq. A, B. Bəli, A-nın elementi B-də var deyə A alt çoxluqdur B. A, C-nin də alt çoxluğudur. Çünki orada da var onun elementi C. A-nın elementi D-də də var. Onda D-nin də alt çoxluğudur. İndi B-yə baxaq. B, C-nin alt çoxluğudur. Çünki orada var o elementlər. B, D-nin də alt çoxluğudur. Onun da elementi orada var. C-yə baxaq. Bəli, C də
D-nin alt çoxluğudur. Onda biz bunu ümumi şəkildə elə belə də yaza bilərdik. A alt çoxluq B, alt çoxluq C, alt çoxluq D. Yəni bunlar hamısı bir-birinin növbəli şəkildə alt çoxluqlarıdır. Uyğun işarənin köməyi ilə yazdıq. Yəni tək-tək də yazdıq, birgə şəkildə də bunu qeyd etdik. Növbəti 14 nömrəli çalışmamız. Çoxluqları verilib, indi görürsünüz hərflərlə verilib. Uyğun işarələrin köməyi ilə alt çoxluqları və bərabər çoxluqları yazın. Alt çoxluqlar A-nı daha çoxdur deyə baxın. Y, O-nu. Bax B A-da var. Ona görə B A-nın alt çoxluğudur. Hər bir çoxluq öz-özündə alt çoxluqludur. Onda B ilə D-ni də yaza bilərdik. Sonra C-nin elementləri A-da var deyə C A-nın alt çoxluğudur. D də A-nın alt çoxluğudur. Sonra C D-nin də alt çoxluğudur. Çünki onun içərisində var onun elementləri. Baxın O-nanlığını burada da seçə bilərik. O-nanlığını. Sonra C B-nin də alt çoxluğudur. C alt çoxluqdur B. İndi bərabər çoxluqları biz dedik ki, eyni elementlər olmalıdır. Birinci elementləri sayı çoxdur deyə bunu kənara qoyduq. Bu heç birindən bərabər olmayacaq. Elementləri sayı eyni olsun və həm də eyni elementlər. Baxırıq O, B ilə D-dir. Bəli, O var burada da. N burada da var, burada da var. Y burada da var, burada da var. Deməli, B bərabərdir D çoxluğuna. 15-də verilmiş çoxluğun bütün alt çoxluqlarını yazın. Birin alt çoxluğu bir boş çoxluqdur. Bir də elə birin özüdür. Yəni onun bir elementli çoxluğu var, bir də boş çoxluğu var. Element olmayan boş çoxluq. 1 ilə 4-ün bir elementli 4-ü yaza bilərik. 1 ilə 4-ü yaza bilərik. Özü bir də boş çoxluq. Bunun başqa çoxluğu yoxdur. C-də 1-i tək yazırıq. 4-ü tək yazırıq. 8-i tək yazırıq. Sonra onları 1 ilə 4, 1 ilə 8, 4 ilə 8, sonra özü 1, 4, 8 və bir də boş çoxluq. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Bəli, bunun 8 dənə elementi olmalıydı. 8 dənə alt çoxluğu olur. 8-ini də qeyd etdik. Sonra D-ninki, bayaq biz dedik ki, 2 üstü 4 dənə olmalıdır. Bunun 16 dənə alt çoxluğu olmalıdır. Və çoxluq işarəsini qoymadan tez olsun deyə yazıram, amma siz onların hər birini fiqurlu mötərizənin daxilində yazın. 1, 4, 8, 10. Sonra 1, 4, 1, 8, 1, 10. Sonra 4, 8, 4, 10, 8, 10. Sonra 3 elementləri yazaq. 1, 4, 8, 1, 4, 10, 4, 8, 10, özü 1, 4, 8, 10, bir də boş çoxluq. Sayaq görə 16 dənə yazdıq mı? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 14, 15, birini arada itirmişik. 1, 4, 1, 8, 1, 10, 4, 8, 4, 10, 8, 10, 1, 4, 8, 1, 4, 10, 4, 8, 10, 1, 8, 10. 1, 8, 10. Bu araqda 1, 8, 10 da qeyd edək. Yəni bunun 16 dənə alt çoxluğu olmalıydı. İndi sözlə də deyəndə, bax, 1 elementli alt çoxluqları, bax, bunlardır 4 dənə. 2 elementli alt çoxluqları, bunlardır 2 elementli. 3 elementli alt çoxluqları, bunlardır. Bir dənə də 4 elementli alt çoxluğu var. 16. İndi hərflərlə verib çoxluğu verir. A çoxluğunun bütün 2 elementli alt çoxluqlarını yazın. Neçə belə çoxluq oldu? Yazıram. A, B, A, C,
A, D. Sonra B ilə olanları yazaq. B, C, B, D. C ilə olanları C, D. Başqa yoxdur. Bunları da yenə fiqurlu mötərizələrini qoyarsınız. Neçə belə alt çoxluq oldu? 1, 2, 3, 4, 5, 6 dənə. Növbəti bunun cavabı oldu 6. A çoxluğunun neçə 4 elementli alt çoxluğu var? 4 elementli alt çoxluğu bir dənə. Elə özüdür. A, B, C, D. Növbəti A çoxluğu A olan bir neçə çoxluq yazın. İndi alt çoxluğu yəni bu olsun. Elə eləməliyəm ki, bu elementlərin hər biri olsun və əlavə də yaza bilərəm MN. Məsələn, yazaram B çoxluğu. Bəli, bunun hər bir elementi, A çoxluğunun hər bir elementi bunun içərisində var. Və ya digər başqa hərflər də yaza bilərsiniz. Yəni, elə olsun ki, A, B, C-dir, amma mütləq orada iştirak etsin. Növbəti, verilən milli musiqi alətləri çoxluğunu simli alətlər A. Bunların içərisindən seçək, yazırıq. A çoxluğu bərabərdir. Simli tar, kamança, sonra nağara, balağın, saz. Bunu deyir A ilə işarələ, zərb alətləri B ilə işarətləyir. B bərabərdir. Bunların içərisindən baxaq. Tarkən, nağara, balaban yoxsa dəf. Bunlar oldu zərb alətləri. Nəfəs alətlərini C ilə işarə edirik. Nəfəs alətləri də kamança, nağara, balaban. Balaban. Bir də burada balabandır. Nəfəs alət demək, milli musiqi alətləri çoxluğunu simli alətlər, zərb alətlər və nəfəs alətləri alt çoxluqlarına ayırıb yazın. Bəli, ayırdıq, yazdıq. Buradan da görürük ki, bəli, A, M-in alt çoxluğudur. B, M-in alt çoxluğudur. C, M-in alt çoxluğudur. 18. Eyler-Venn diaqramında A və B çoxluqları təsvir edilib. Hər iki çoxluğu elementlərini sadalamaqla yazın. A çoxluğu bunların hamısı aiddir. Çünki orada mart, aprel deməli yazırıq. Yanvar, fevral, belə hamısının sözləri yazarsınız. Yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr. Bitdi. Bunların hamısı B çoxluğuna isə daxildir. Yalnız B-nin daxilində olanlar. B-nin daxilində də olanlar mart, aprel və may. 3 dənə aiddir. Hər iki çoxluğu elementlərini sadalamaqla yazın. Çoxluğa daxil olan, hər iki çoxluğa daxil olan, hər ikisinə aid olan, bax bu sarı hissədir. İkisində də var mart, aprel, may. Hansı çoxluq digərinin alt çoxluğudur? Burada görürük ki, B, A-nın alt çoxluğudur. Çünki onun daxilindən, onun içərisindən götürülür və ya onun daxilində yerləşir Eyler-Venn diaqramında. Ona görə B, A-nın alt çoxluğu olur. Növbəti 19. Məktəbin bütün şagirdlər çoxluğunu ailə, həmin məktəbin 6-cı sinif şagirdlər çoxluğunu bütün bərabər olduğu bütünü ailə işarələdik. A çoxluğu. 6-cı siniflər oldu B. Bu siniflərdə oxuyan əlaçılar çoxluğunu, əlaçılar oldu C və bu çoxluqları Eyler-Venn diaqramı ilə təsvir edin. Yenə ən böyük olduğu məktəb, məktəbin bütün şagirdlər çoxluğu. Həmin 6-cı sinif bunun daxilində yerləşəcək. 6-cı sinif
Ya, amma özü hərflər verib. Məktəbi A ilə işarə etdik. Yəni, bir də çəkin məktəb. Məktəbi A ilə işarət dedi. A. 6-cı sinif şagirdlərini B ilə işarə etdik. Bu siniflərdə oxuyan əlaçılar da onların içərisindən seçilir. Onu da C ilə işarələdik. Bir də qeyd edim, silindi. Bu məktəbi A ilə işarə etdik. 6-cı sinifləri B ilə işarə etdik. Əlaçıları da C ilə işarə etdik. İndi deyir ki, hansı halda alt çoxluq düzgün yazılıb? Baxırıq burada C hər birinin daxilindədir. Sonra B, sonra A. Yəni C B-nin. B A-nın alt çoxluğudur. Bu doğru. A C-nin alt çoxluğudur. Yanlış. Bu deyil. B C-nin alt çoxluğudur. Xeyr, yanlış. C B-nin alt çoxluğudur. Bəli, bu doğru. A B-nin alt çoxluğudur. Xeyr, bu da yanlış. Burada da deyir, məsəl fikrinizi əsaslandırın. Bilirik ki, hər bir əlaçı şagird 6-cı sinif şagirdlərinin içərisindən seçilməlidir də. Onun içərisindən seçmişiksə, deməli əlaçılar 6-cı sinif şagirdlərinin alt çoxluğudur. Hər bir 6-cı sinif şagirdini də həmin məktəbin şagirdlərinin arasından seçiriksə, bu da nə olur? Yəni 6-cı sinif şagirdləri həmin məktəb şagirdlərinin alt çoxluğu olur.